Xoş gördük əziz dinləyicilər. İranda məhz dekabrın 28-də başlamış xalq üsyanı, xalqın sosial vəziyyətinin ağırlığına görə başlamış üsyan bilirsiniz, tamamlandı və nəticədə İran hökumətinin də bildirdiyi kimi 3000-dən çox insanın ölümü ilə nəticələndi və bu günləri onun 40 mərasimi keçirilir və yenidən tələbələrin Tehran Universitetində və digər universitetlərdə biz tələbələrin nümayişini gördük. Yəni bu nümayiş bitmədi. Bəzən bildirirlər Amerika, digər ölkələr bunları hər birini kənara qoymaq lazımdır. Yəni bu günləri sosial vəziyyətin ağırlığı həqiqətən də İran hökumətinin rejimini bitirir və bu gün də artıq İran hökumətinin rəhbərlərindən rejimdən şəhidlik mesajları gəlir. Ali dini lider gizlənib və bu günlərdə bəlli olur ki, o bütün hökuməti demək olar ki, Laricaniyə verir və bildirib ki, əgər mən məhv olaramsa, Laricani hökuməti idarə edəcək. Yəni bu gün həm də Amerikanın qüvvələri o qədər artıb ki, bu gün müharibə başlayar, sabah vurular deyə bir müzakirə gedir. Yəni elə bir vəziyyətə gətirib çıxardıblar ki, İran hökumətini, İranın artıq çəkilən bir yeri qalmayıb, bir puzzle yaranıb ki, burada həqiqətən keçilmə, çıxılmaz bir qara çevrəyə çevrilir. Bunlar mənə nəyi xatırladır? Bunlar mənə eynən məhz bu molla rejiminin hakimiyyətə gəldiyi illəri xatırladır. Və sizdən çox rica edirəm, bir tarixi hadisə sizə danışacağım. Və buna hətta Azərbaycanlılar da, Azərbaycan dövləti də bundan ibrət dərsi götürməlidir. Və tarix çox gözəl müəllimdir, ondan öyrənmək lazımdır. Təsəvvür edin, 1977-ci ildə başlayan bu üsyanlar artıq İranda çox pik həddə çatmışdı və demək olar ki, 1978-ci ildə şah başını itirmişdi. Şah artıq toplaşan insanlarla necə rəftar edəcəyini bilmirdi. Amma burada ən maraqlı məsələlərdən biri ondan ibarət ki, ümumiyyətlə İranda o sekulyar kəsim ki vardı, insanları demokratik yolla seçkiyə gəlmək, konstitusiya ilə hökumətə gəlmək istəyən o gözəl qüvvələr ki vardı İranda, məhz 1977-ci ildə sırf Əli Şəriəti ki, hər kəs Əli Şəriətini tanıyır, kifayət qədər mədəni bir insandır və demokratik tipli bir insan, sekulyar bir insandır. 1977-ci ildə şah rejimi onu öldürmüşdü, Londonda öldürmüşdü. Və İranın içində olan Milli Azadlıq Hərəkatı ki var, Milli Azadlıq Cəbhəsi ki vardı, Mehdi Bəzirgan, müxalifətidir. O da sekulyar bir insandır. O bir dəfə konstitusiya, deməli bir dəfə məhkəmədə bildirmişdi ki, biz konstitusiya yolu ilə mübarizə aparan yeganə insanlar, bizə toxunmayın. Siz təsəvvür edin, onları elə vəziyyətə salmışlar ki, bu sekulyar kəsimi artıq insanlar içərisində, cəmiyyət içərisində bir bazaları qalmamışdı, qolları, qanadları sındırılmışdı. Bir neçə dəfə həbsə düşmüşdü və axırıncı həbsində isə şah ona demişdi ki, bilirsiniz nə var, çıxacaqsan qırağa, amma çıxacaqsan siyasətlə məşğul olmayacaqsan və Mehdi Bəzirgan çıxıb inşaatda işləyirdi. Bizim dilimizlə kubik atırdı. Siz təsəvvür edin, bir partiyanın, bir sekulyar partiyanın, demokratik yolla hakimiyyətə gəlmək istəyən, özünün dediyi kimi biz yeganə konstitusiya yolu ilə hakimiyyətə gəlmək istəyən son insanlarıq deyən insanı marginallaşdırdılar, məhv etdilər və inşaatda işləməyə başladı. 1978-ci ildə vəziyyət artıq pisləşmişdi. Şah başını itirmişdi. Rex kinoteatrında bir Savakın güya 2 nəfər terrorçunu gəzmək, axtarmaq istədiyi bir yerdə 438 insanı yandırıb öldürmüşdülər. Və bu da artıq hökumətin devrilməsi, rejimin devrilməsini qaçılmaz edirdi. Şah başını itirirdi, bilmirdi bu nümayişlərin qarşısını necə alsın. Rex kinoteatrından sonra yenə də Tehranda nümayişlər bitmədi. Minlərlə, milyonlarla insan qalxdı və şah yenidən səhv bir qərar verir ki, bunları dağıtmaq lazımdır. Bir təhər edin, bunları dağıdın. Və onda da onun generalı çölə çıxan insanları güllələmişdi, amma bu da əks effekt verdi və şah artıq bilmirdi neyləsin. İndi görün nə deyirəm. Və şah onda deyir ki, kaş gərək mən Əli Şəriətini öldürməyəydim. Çünki bugün mən normal insanlar gəzirəm. Və məhz Mehdi Bəzirgan ki vardı, artıq çıxıb inşaatda işləyirdi. Mehdi Bəzirgana yalvarırdı. Şah Mehdi Bəzirgana yalvarırdı ki, gəl sən əl qoyunan bu nümayişə, gəl çıx xalqın qarşısına və mən hakimiyyəti verim, necə deyərlər, sekulyar kəsimə. Amma Mehdi Bəzirgan deyirdi ki, gecdir, artıq sən mənim məhv eləmirsən. Mənim heç bir elektoratım yoxdur. Artıq mən öz nüfuzumu da itirmişəm, elektoratım da yoxdur. Neçə illərdir sən məni siyasət aparmağa qoymursan və sən artıq xalqı bir monstra çevirmişsən və monster sənin qarşındadır. Artıq xalq sənə o qədər nifrət edir ki, fərqi yoxdur. Başı papağını gətirəcək, başı papaqsız gətirəcək və
Səndən də pisini gətirdi, hakimiyyətə qoydu. Mollaları hakimiyyətə gətirdi və mollalar hakimiyyətə gəldikdən sonra bütün hökumətdə nə qədər insan varsa hamısını öldürdülər. Şahın bütün dəstələrini öldürdülər. Hətta onlara vaxtıca kömək edən insanları da öldürdülər. Baxın, xalqı rəhbərsiz qoyduqda, xalqı sekulyar kəsimsiz qoyduqda, mən həmişə nə deyirəm? Deyirəm ki, müxalifət çox vacibdir. Sekulyar müxalifət çox vacibdir. Sekulyar müxalifət ortada xalqla hakimiyyət arasında olan bir balansdır. O xalqı normal istiqamətə yönəldir və ölkə dağılmır, dövlət dağılmır. Və ədalət də elə bir məsələdir ki, hər kəsin bir vaxt gəlir ona ehtiyacı olur. Bəli, İranda belə bir hadisə baş verdi və xalq o qədər nifrət edirdi bu şah rejiminə ki, axırda ondan da heç də yaxşı olmayan molla rejimini gətirdi. İndi molla rejimi də həmin vəziyyətə düşüb, o da çıxılmaz vəziyyətdə, o da tarixdən dərs çıxartmayıb. Yəni ümum sözüm ondan ibarət ki, bizim ölkəyə də aiddir. Hər kəs tarixdən dərs çıxartmalıdır və bilməlidir ki, əgər biz sadə, əgər biz konstitusiyayla mübarizə aparan müxalif kəsimi sıradan çıxardırıqsa, onda xalq monstera çevrilir. Və birbaşa hökumətlər xalqla müharibə aparmaq məcburiyyətində qalırlar və buradan çıxış yolu olmur. Çünki kütlə daha qəzəbli, kütlə daha qəddar olur. Təşəkkür edirəm.